Ayten xanım, bürclər brend olsaydı. Koç bürcü, Nike. Çünki enerjili, idealı və hər zaman hərəkətə hazır. Buğa, Chanel. Zövqlü və klassik, lüksu ən sakit şəkildə daşıya bilir. Əkizlər, Zara. Hər zaman dəyişən, trendi tez tutan və hər kəsə uyğunlaşan bir enerjisi var. Xərçəng, Laforen. Çünki rahat, nostalji və ev istiliyini verən bir ev üslubu var. Şir bürcü, Versace. Çünki parlaq, diqqət çəkən və özünü göstərmək istəyən bir enerjisi var. Qız bürcü, Lara Piana. Minimal, səliqəli və eyni zamanda funksional görünüşü ilə fərqlənir. Tərəzi, Dior. Zərif, balanslı, eyni zamanda estetik cəhətdən çox güclü. Əqrəb bürcü, Tom Ford. Sirli, cazibədar, eyni zamanda güclü təsir buraxan bir enerji. Oxatan, The North Face. Çünki sərbəst, maceracı və eyni zamanda hərəkəti sevən bir ruhu var. Oğlaq bürcü, Armani. Ciddi, klassik, eyni zamanda status hissi verən bir enerjisi var. Dolce, Balenciaga. Qeyri-adi, fərqli və hər zaman qaydaları pozan bir enerjisi var. Balıq bürcü, Chloe. Xəyalpərəst, incə və eyni zamanda romantik bir enerji.